Ankara'da 36-cı NATO dövlət və hökumət başçılarının tarixi sammiti rəsmən öz işinə başlayıb. Alyansda üzv olan 32 ölkənin liderini və 40-dan çox dövlətin nümayəndə heyətini bir araya gətirən zirvə görüşü yalnız rəsmi bəyanatlarla deyil, pərdəarxası diplomatik və iqtisadi gedişlərlə də dünya gündəmini formalaşdırır. Sammit çərçivəsində ümumi iqtisadi həcmi 70 trilyon dollar olan qlobal güclər və yeni hərbi strateji xəritəni müəyyən edir. Sammitin ən çox diqqət çəkən hadisəsi Türkiyə prezidenti Recep Tayyip Erdoğan'la Amerika prezidenti Donald Trump arasında keçiriləcək iki tərəfli görüşdür. Ankara bu görüşdə F-35 qırıcı proqramına yenidən qoşulmaq mövzusunu qaldırmağı və müttəfiqlərin tətbiq etdiyi silah embargolarının tamamilə ləğvini tələb etməyi planlaşdırır. Eyni zamanda Türkiyənin Ukrayna prezidenti Zelenskiyə Qara Dənizdəki eskalasiyaya qarşı Ankaranın vasitəçi rolunun qorunması üçün xüsusi qırmızı xətləri çatdırılacağı bildirilir. Arxa fonda isə Türkiyə, Pakistan və Qətərlə birlikdə Amerika və İran arasında davamlı atəşkəsin təmin olunması istiqamətində gizli diplomatiya yürüdür deyə məlumatda qeyd olunur.